Qadın sahibkarlığının inkişafı bugün prioritet məsələlərdən biridir və təbii ki, sənətdə qeyd olunduğu kimi bugün fərdi sahibkarların 77% kişi, 33% isə qadındır. Bu, baxmayaraq ki, Azərbaycanda hər 5 sahibkardan biri qadındır, amma kiçik sahibkarlarda qadınların payı çəkisi 16%, orta sahibkarlarda isə 8%, iri sahibkarlarda isə qadın sahibkar təmsil olunmur. O baxımdan xüsusən də orta və iri sahibkarlarda qadınların payının artırılması və bu istiqamətdə daha çox qadınların cəlb edilməsi istiqamətində fəaliyyətlərin genişləndirilməsi çox vacibdir. Və sənətdə qeyd olunduğu kimi qadınlarla kişilərin əmək haqqları arasında fərq var. Belə ki, 2024-cü ilin yekunlarında qadınların orta aylıq əmək haqqısı 791 manat, kişilərin orta aylıq əmək haqqısı 1160 manatdır. Təbii ki, burada bir sıra obyektiv məqamlar var, amma bütün bunlar eyni zamanda xüsusən orta aylıq əmək haqqısı nisbətən az olan qadınların pensiya məbləğlərinə də təsir göstərir. O baxımdan bu istiqamət xüsusən də qadınların pensiyaları hesablanan zaman keyfiyyət meyarlarından və ya bir sıra ölkələrdə olduğu kimi xüsusi əmsallardan istifadə edilməsi məqsədə uyğun olardı. Məlumata qeyd olunduğu kimi 2024-cü ildə qadınlara 18,8 milyon manat güzəştli kredit verilib və bu 2023-cü illə müqayisədə 2,4 milyon manat çoxdur. Amma biz bütövlükdə güzəştli kredit portfelinə diqqət etirsək, 2024-cü ildə güzəştli kredit portfeli 248 milyon manat olub. Bu o deməkdir ki, güzəştli kredit portfelinin cəmi 7,5%-i qadın sahibkarlara təqdim olunub. Bu isə ondan xəbər verir ki, xüsusən də qadın sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılması olduqca vacibdir. Və çox müsbət məqamlardan biri məlumatda tövsiyələr hissəsinin ətraflı şəkildə təqdim olunmasıdır və xüsusən qadın sahibkarın stimullaşdırılması ilə bağlı tövsiyələrin qeyd olunması kifayət qədər vacibdir. Amma təbii ki, daha yaxşı olardı ki, qadın sahibkarın stimullaşdırılması ilə bağlı potensial vasitə və alətlərin də məlumatda qeyd olunması həyata keçirilərdi. Eləcə də məlumatda bir müddət cəmiyyətdə müzakirə olunan aliment fondunun yaradılması da təklif olunur. Bununla belə daha yaxşı olardı ki, bu fondun yaradılmasının maliyyə mənbələri və belə bir fond yaradılarsa, boşanmaların sayına təsiri də ayrıca olaraq qiymətləndirilsin.